Salam əziz ikincilər və valideynlər, sizləri kanalımda xoş gördük. Biz bugün 2-ci sinif Azərbaycan dili 2-ci hissə dərsliyindən səhifə 69, 70 və 71-də olan tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Tapşırıq 3A. Mətnin adından və şəkillərdən istifadə edərək mətnin məzmununu təxmin edin. Sirli hekayə. Bu əhvalat keçən yay olmuşdu. Bir gün atam söz verdi ki, həftə sonu məni Qobustana səyahətə aparacaq. Bazar gününü intizarla gözləyirdim. Nəhayət həmin gün yetişdi. Biz avtobusla yola düşdük. Avtobusda atam gülümsəyərək dedi: "Qarşıda səni çox maraqlı gəzinti gözləyir. Qobustan qayalarında sirli hekayələrlə tanış olacaqsan." Maraq məni bürüdü. Avtobusdan düşüb atamla Qobustan qayalıqlarına tərəf yollandıq. Burada yaşayış yox idi, amma çoxlu turistlər vardı. Onlar qayaların şəklini çəkirdilər. Diqqətlə ətrafa baxdım. Maraqlı bir şey görmədim. "Ata, bunlar iki adicə qayadır. Bəs hanı maraqlı hekayələr?" Atam gülümsədi. "Ora bax, qayaların üzərində həkk olunmuş şəkilləri görürsən?" "Hə, nə olsun ki?" deyə soruşdum. Atam dedi: "Qədim insanlar öz fikirlərini şəkillərlə ifadə edirdilər. Qayalarla çəkilmiş rəsmlər keçmişimizdən xəbər verir. İndi biz o şəkillərə baxaraq keçmişdəki insanların yaşayışı, məşğuliyyəti haqqında məlumat ala bilirik." Yaxınlıqdakı qayanın üstünə baxdım. Burada ov edən insanlar təsvir olunmuşdu. Yuxarıda isə qayada oturmuş balıqçıların rəsmi var idi. Öz-özünə düşündüm. Görünür qədim insanlar ova gedirmişlər. Həm də qayıqla dənizə çıxıb balıq tuturmuşlar. Digər tərəfdə isə əl-ələ tutmuş insan rəsmləri diqqətimi cəlb etdi. Onları atama göstərim dedim. "Ata, bax, elə bir yallı gedirlər." Atam dedi: "Qədimdə ovu uğurlu keçən insanlar rəqs edib əylənirmişlər. Qayaların üstü şəkillərlə dolu idi. Anlamağa çalışdıqca bu şəkillər doğrudan da maraqlı hekayəyə çevrildi." Atam haqlı imiş. Şəkilli qayalar keçmişdən bugünə maraqlı hekayələr daşıyır. Yazarı Ləman Həsənli. Çalışma B. Şəkilləri mətndə müxtəlif rənglərlə verilmiş cümlələrlə uyğunlaşdırın. Deməli, bizə birinci şəkildə demək istəyir ki, qədimdə ovu uğurlu keçən insanlar rəqs edib əylənirmişlər. Gördüyümüz kimi birinci şəkildə rəqs edib əylənirlər. İkinci şəkildə isə görünür qədim insanlar ova gedirmişlər. Həm də qayıqla dənizə çıxıb balıq tuturmuşlar. Çalışma C-ni cütlərlə iş olduğuna görə onu siz özünüz həll etmiş olarsınız. Sinif üzrə. Sinifdə həll olunası bir tapşırıqdır. Çalışma 4A. Aşağıdakı simvolları hansı fənlərə aid edərdiniz? Deməli, görürük ki, birinci şəkildə kompüter verilmişdir. Bu informatika aiddir. İkincidə idman edən şəxs verilmişdir. Fiziki tərbiyəyə aiddir. Üçüncüdə vurma, bölmə, toplama, çıxma işarəsi verilib. Bu riyaziyyata aiddir. Dördüncüdə not verilmişdir. Musiqiyə aiddir. Beşincidə rəng palitra verilmişdir. Bu da təsviri incəsənətə aid edilmiş olaraq. Çalışma B. Təsəvvür edin ki, xaricdən gəlmiş bir adamla söhbət edirsiniz. O sizdən kağız pullarımızın üzərindəki təsvirlərin mənasını soruşur. Bu təsvirlərdən istifadə edərək vətəniniz haqqında ona geniş məlumat verin. Deməli, görürük ki, bizə 1 manatlıq əskinazlar və 5 manatlıq əskinaz verilmişdir. Deməli, bu Azərbaycanımızın 1 manatlıq əskinazıdır. Ön tərəfdə musiqi alətləri, tar, kamança, qaval, qavalın şəkli əks olunmuşdur. Bu Azərbaycanın muğam sənətinə işarədir. Arxa hissədə milli ornamentlər və xəritə əks olunub. Gördüyümüz kimi 1 manatın arxa hissəsində isə milli ornamentlər və xəritə əks olunmuşdur. İkincidə, bu Azərbaycanın 5 manatlıq əskinazıdır. Ön hissəsində lələk və qədim kitabların şəkilləri təsvir edilib. Bu Azərbaycanın qədim tarixə malik olmasını göstərir. Arxa hissədə Qobustan qayalarının üzərindəki işarələr və xəritə əks olunub. Gördüyünüz kimi. Keçək növbəti səhifə 72-də olan tapşırığa. Çalışma C. Qruplarla iş. Aşağıdakı təsvirlərə baxın. Təsvirlərdə əks olunmuş simvolların mənaları haqqında danışın.
Deməli, burada yer kürəsi vermişdir və yer kürəsi ətrafında insanlar verilmişdir. Bu da görünür ki, insanlar əl-ələ tutmuş və mənası o mənaya verir ki, yəni dünyamızı qorumalıyıq. İkincidə qeyd dəftəri verilib, üçüncüdə telefon verilib, dördüncüdə musiqi verilib, beşincidə elektrik cəryanı verilib, işarəsi, altıncıda isə teatr simvolu verilib. Bu şəkildə. Çalışma 5A. Səslə hərfin fərqini izah edin. Sizcə onlardan hansı əvvəl yaranıb? Deməli, biz bilirik ki, biz səsi deyirik və eşidirik, hərfi isə yazırıq və görürük. Deməli, səs hərfdən əvvəl yaranıb. Çalışma B. Bu bölmədə oxuduğunuz mətnləri xatırlayın. Qədimdə insanlar bir-birinə xəbəri necə ötürürdülər? Mən buna bir oxuduğumuz mətni misal olaraq gətirə bilərəm ki, qədim Oğuz eli, qədimdə insanlar ocaq qalamaqla bir-birlərinə xəbər göndərirdilər. Bugünkü tapşırıqlarımız bu qədər. Kanalımıza abunə olmağı və bəyənməyi unutmayın.